Uzunluğu 128 cm olan AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. AC parçası CB parçasının 5'te 3 hissəsi qədər olarsa, AC parçasının uzunluğunu tapın. Tam bir AB parçası var. Uzunluğu 128'dir. Üzərində C nöqtəsi qeyd olunmuşdur. AC parçası CB'nin 5'te 3 hissəsi qədərdir. Tam C nöqtəsi buradadır. Və bu hissəyə biz 3K desək, digər isə 5K olacaq. Çünki AC CB'nin 5'te 3 hissəsi qədərdir. Ümumilikdə parçamız olacaq 8K bərabərdir 128. Buradan K bərabərdir 128'i 8'e bölək. Alarıq K bərabərdir. Bir dəfə 12'nin içindədir. 48'in içində 6 dəfə 16 düşür. K 16'dır. Bizdən AC parçasının uzunluğu tələb olunur. AC bərabərdir 3K'ya. Yəni 3 vurulsun 16 bərabərdir 48 alarıq.